Bir insan desə ki, mən ömrümdə heç vaxt peşman olmamışam, yalan danışır, gözünün içinə qədər. Çünki bu həyat nədən ibarətdir? Həyat səhvlərdən ibarətdir. Səhvlərdən, günahlardan, aldanmaqlardan ibarətdir bu həyat. Bütün bu şeylər sənə dərs olur. Bu həyat deyirlər, həyat məktəbdir. Bu həyat məktəbi budur. Yıxılacaqsan, duracaqsan, büdürəyəcəksən, büdürüyüb yeriməyi öyrənəcəksən. Aldadacaqlar səni, tanıyacaqsan, daha aldanmamağa çalışacaqsan. Xəyanət eləyəcəklər sənə. Onda artıq bundan sonra yol gedəcəyin adamların seçimində daha ehtiyatlı olacaqsan. Bu cür həyat maraqlıdır. Bu cür həyat insanı insan eləyir. İnsan ancaq elə belə gülməkdən, sevinclərdən ötürü yaranmayıb ki. Əslində insanı insan eləyən ağrıdır. İnsanı insan eləyən dərddir. Yaşadığı ağrılar, çəkdiyi dərdlər, aldanışlar, xəyanətlər və bütün bunlar insanı yaralıyır, amma möhkəmlədir. Siz görmüsünüz dəmirçi dəmiri necə döyür? Görmüşəm. O dəmir döydükcən bərkiyir. Döyüldükcən bərkiyir. İnsan da belədir. Həyat insana döydükcə insan bərkiyir və daha güclü olur.